Verilmiş funksiyanın qrafikinə çəkilən bütün toxunanların x oxunun müsbət istiqaməti ilə körbucaq əmələ gətirirsə, b-nin mümkün qiymətlərinin sayını tapın. Və yaxud da sualda deyə bilər ki, iti bucaq əmələ gətirirsə. Biz bilirik ki, əgər funksiyanın toxunanları iti bucaq əmələ gətirirsə, onun törəməsinin, yəni f'(x)'ın sıfırdan böyük olması lazımdır. Burada dediyi üçün körbucaq, bu halda deməli f'(x) kiçikdir 0 şərti ödənməlidir. O zaman biz bu yuxarıda verilən funksiyanın törəməsini tapsaq, yəni mənfi 3x kvadratı plus bx çıxsın 2 kiçikdir 0 yazmamız lazımdır. Və biz buradan bilirik ki, kvadrat üçədinin həmişə 0-dan kiçik ola bilməsi üçün a-sının 0-dan kiçik olması lazımdır. Yəni bu şərt ödənir, çünki a mənfi 3-ə bərabərdir. Və deməli, eyni zamanda da diskriminantın da 0-dan kiçik olması lazımdır. Onda bunu həll etsək, diskriminantı b kvadrat çıxılsın 4ac kiçikdir 0 yazıram və buradan da alıram ki, b kvadrat çıxılsın 24 kiçikdir 0-dan alınır. Və burada da alıram ki, yekunda b kvadratı kiçikdir 24-dən. Və bunu ödəyə biləcək ədədlərin sayına baxsaq, görərik ki, bunu ödəyən ədədlərin sayı mənfi 4-dən, mənfi 4 də daxildir. 4 parçası arasında olan tam ədədlər ödəyir bunu. Söhbət tam ədədlərdən getdiyi üçün. Deməli, belə ədədlərin sayı 9 ədəddir. Düzgün cavab da 9-a bərabər olmuş olur.